Bismillahirrahmanirrahim. Peyğəmbər və Əhl-i Beytə salavat və salamdan sonra siz əziz möminələri salamlayır. İmam Rıza əleyhissalamın mövludu münasibəti ilə hamını ürəkdən təbrik edirik. İnşallah 5-10 dəqiqə 3 yaşlı Fatimə ilə 8 yaşlı Muhammed Quran ayələri ilə bizi feyziyab edəcəklər. Birinci sən inşallah. Bəli. Biz sual vasitəsilə soruşacağıq. Uşaqlar da Quran ayəsi ilə cavab verəcəklər və tərcümə də eləyəcəklər inşallah. Fatimə xanım, deyə bilərsənmi, Allah yanında ən üstün şəxs kimdir? İnne askemakum indallahi atqakum. Yəni Allah yanında üstün şəxs təqvalı olanlardır. Təqva yəni haramdan çəkilib vacibləri yerinə yetirmək. Aferin. Ağa Muhammed ən böyük günahlardan birini denən. وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ. Yəni bir-birinizin qeybətini eləməyin. Məgər xoşunuza gələrmi ölü qardaşınızın ətini yemək? Əlbəttə ki, yox. Aferin. Fatimə xanım, valideyn haqqında ayə deyə bilərsənmi? وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا. Yəni anamızı yaxşılıq eləyir, onlara öpməyir, vallasına qışqırmıyor. Aferin, maşallah, maşallah. Muhammed, əziz Peyğəmbərimiz bizdən nə istəyir? قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى. Yəni, mən əhl-i beytimə məhəbbətdən başqa heç nə istəmirəm. Aferin. Fatimə xanım, deyə bilərsənmi, gözümüzün zəkatı nədir? وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَيُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا شَرَعَ مِنْهَا. Yəni mömin xanımlardakı gözlərini haram bu şeylərdə çevirsinlər, namahərəmə baxmasınlar. Əlbəzdən başqa zinət yerlərini namahərəmə göstərməsinlər. Aferin, maşallah, maşallah. Ağa Muhammed, deyə bilərsənmi, müsibətlə üzləşəndə nə etmək lazımdır? وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ راجعون أُولَٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَٰئِكَ هُمُ الْمُهْتَدُونَ. Yəni həqiqətən biz sizi biraz qorxu, aclıq, mal-can və məhsul qıtlığı ilə imtihan edərik. Müsibətlə üzləşib biz Allahdanıq və ona tərəf də qaydacağıq deyib səbr edənlərə bəşarət ver. Allahın onlara salavatı və rəhməti vardır. Hidayət olunanlar məhz onlardır. Maşallah. Aferin. Fatimə xanım, dura bilərsən ayağa? Yox, yaxşı. Deyə bilərsənmi, namazdan qabaq nə etmək lazımdır? Ya eyyəhəl-ləzīnə əmənu İzə qumtum ilə-sələh fəxşilû vücûhəkum və əydiyəkum illəl-mərâfiq vəmsəhû birûşikum və ərculakum illəl-kəbəyn. Maşallah. Yəni ey iman gətirən kəslər, namaza durduğunuz zaman üzünüzü və qollarınızı dişərlə bir yerdə yuyun, başınıza və ayaqlarınıza topuğa qədər məhz çəkin. Aferin, maşallah, maşallah.
Ağa Muhammed, deyə bilərsənmi, bədən üzvlərimiz danışa bilərmi? حتى إذا ما جاءوها شهد عليهم سمعهم وأبصارهم وجلودهم بما كانوا يعملون وقالوا لجلودهم لما شهدتم علينا قالوا أنطقنا الله الذي أنطق كل شيء وهو خلقكم أول مرة وإليه turcaun. Yani onlar cəhənnəmə çatdıqda onların qulaqları, gözləri və dəriləri elədiyi pis əməllərə görə şəhadət verəcəklər. Onlar öz dərilərinə deyəcəklər, nə üçün bizim əleyhimizə şəhadət verirsiniz? Dəriləri deyəcək, bizi danışdıran Allahdır. O Allah ki, hər şeyi danışdırmağa qadirdir və hər şeyi yaradan odur və ona tərəfdə qaydacıyıq. Aferin. Fatimə xanım, İmam Zaman ağa haqqında ayə deyə bilərsənmi? Ya el-haq və zəhəqəl batil innəl batilə kana zəhuqa. Yəni, haqq gəldi, batil yox oldu. Həqiqətən batil məhvəq layiqdir. İnşallah İmam Zamağa zuhur eləyəndə ədaləti bərpa edəcək. İnşallah. Qardaşlarımızı çox yormayaq. Axırda da inşallah bir yerdə dua eləyək. Hansı duanı eləmək istəyirdiniz? Yabbana xfirli vel valideyni velil mu'minini yevme yagumul hisab. Yani ilahi məni anlatamızı və bütün müminləri qiyamət günündə bağışlayasınız. İnşallah. Salavat. Allahümme. Aferin. Biri sənin, biri. Peygamber Ali Peygamber'e salavat istedim. Allahümme salli ala Muhammed ve zid ve barik ala Ali Muhammed. Salli ala Muhammed ve Ali Muhammed.